Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyülür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Salam Azərbaycan! Xoş gördük hörmətli televiziya tamaşaçıları, studiyamızın qonaqları və bizim 10 intellektualımız. Xoş gördük Azərbaycan gəncliyi! Və bugün xüsusi bir oyunda ona görə deyirəm ki, biz neçə müddətli universitetlər arası yarışmalar keçiririk və bugün artıq bütün universitetlərin qalibləri 10 universitet bugün intellekt savaşında bilik yarışındadır və bu gözəl imkan üçün, bu gözəl intellekt qalasının təşəbbüsü üçün və həyata keçirdiyi üçün Gənclər İdman Nazirliyinə xüsusi minnətdarlığımızı bildiririk. Təhsil Nazirliyinə minnətdarlığımızı bildiririk, salamlayırıq, onlar da daim verilişin yanındadılar. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə çox sağ olun deyirik. Onlar daim bizim təəssübümüzü çəkirlər, izləyirlər və təbii Azərbaycan televiziyasına ki, bu gözəl bilik yarışmasını, bilik savaşını yüksək peşəkar səviyyədə öz tamaşaçılarına çatdırır və çox milyonlu tamaşaçılar sizləri izləmək, sizlərlə qürur duymaq imkanı qazanırlar. Və siz yəqin ki, mən Azərbaycanlıyam.az saytından oyunumuzun şərtlərini bilirsiniz, daxil olmuşsunuz, öyrənmişsiniz və oyunda iştirak eləmişsiniz, ən azı təcrübəniz də var. Yenə də seçim turu, seçim turunda mən sual səsləndirirəm, vaxt getdi deyirəm, studiyada zil səs eşidirsiniz. Həmin bu zil səs. Bu bitəndən sonra qarşınızdakı düyməni basırsınız. Birinci hansı oyuncu basırsa onun fənəri işıqlanır, qarşıda fənərlər var və o oyuncu artıq cavab vermək hüququ qazanır. Düzgün cavab verdikdə isə o artıq oyuncuya çevrilir, gəlir bura. Burada ikinci mərhələ onun üçün başlayır və 9 suala burada cavab verir. 9 suala cavab verən ərəfədə 2 köməyiniz olacaq və 5 mövzuda, 3 sualdan bir mövzunda dəyişəcəyik. Mən möhtəşəm bilik savaşını, universitetlər arası yarışmanı sizlərlə tanışlıqla başlayıram. Tanışlıq! Diqqət! Məhərrəmova Samirə, Azərbaycan Müəllimlər İnstitutu. Nəsirli Məhəmməd, Azərbaycan Memarlıq və İnşaat Universiteti. Sülhəddin, Ələsov Sülhəddin, Azərbaycan Dövlət Neft Akademiyası. Abramov Yosif, Azərbaycan Dövlət İqtisad Universiteti. Hüseynli Xəyalə, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası. Əliyev Heydər, Azərbaycan Dövlət Agrar Universiteti. Mehdiyev Həmid, Milli Aviasiya Akademiyası. Namazova Elnarə, Bakı Qızlar Universiteti. Əliyev Hikmət, Qafqaz Universiteti. Və Dadaşov Elmar, Azərbaycan Texniki Universiteti. Beləliklə tanışlıq baş tutdu və sizlərlə ilk seçim turuna başlayırıq. Aşıq Bayramlı su ambarı hansı rayonda yerləşir? Vaxt getdi. Sülhəddin, Ələsov. Mənim fikrimcə bu İsmaili rayonudur. Və o düzgün cavab verdi və biz dəvət edirik Sülhəddini. Sülhəddin. Sülhəddin Ələsov. 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 Sülhəddin Ələsov
Vətən
bilik yarışında, intellekt savaşında. Yolumuz İsmayıllı'dandı. İsmayıllı doğrudan da Azərbaycanın cennet köşelerinden biridir. Baxa görək neler var. Buyur Sülhəddin, özün haqqında bir də ətraflı məlumat ver. Mən Sülhəddin Ələsov Qiyasoğlu 1993-cü ildə Daşkəsən rayonunun Zəylik kəndində Kəlbəcərli ailəsində anadan olmuşam. 2001-ci ildə Göranbay rayon Qaraçınar kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 2011-ci ildə həmin məktəbi bitirib, Azərbaycan Dövlət Neft Akademiyasının sənayenin təşkili və idarə olunması ixtisasına qəbul olunmuşam. Sənə uğurlar arzulayırıq Sülhəddin. Buyur mövzu seçimi. Coğrafiya. Coğrafiya. Coğrafiya mövzusu ilə biz Sülhəddinlə oyunumuzu başlayırıq. Azərbaycanda meşə landşaftı qurşağından yuxarı yerləşən göllər hansılardır? Vaxt getdi. 20 saniyə vaxtım var, fikirləş. Meşə landşaftı qurşağından yuxarıda. Böyük Alagöl və Batabat. Böyük Alagöl və Batabat təbii. Diqqət, növbəti sualımız. 2006-cı ildən Naxçıvanın Babək rayonunda fəaliyyət göstərən sanatoriya necə adlanır? Vaxt getdi. Çox məşhur sanatoriyadır. Duzdağ. Duzdağ? Bəli. Duzdağ sanatoriyası. Bəli, bəli, tamamilə düzdür. Duzdağ sanatoriyası. Diqqət. Respublikamızın ərazisində hansı ovalıqlar yerləşir? Vaxt getməsin. Vaxt getməsin. Kür Araz, Lənkəran, bir də Samur dəvəsi. Alqışlar tamamilə doğrudur. Və biz mövzunu dəyişməliyik Sülhəddin. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə Sülhəddinlə oyunumuzu davam etdiririk. Ağqoyunlu dövlətində baş vəzir necə adlanırdı? Vaxt getdi. Baş vəzir necə adlanırdı? Sahibi divan. Sahibi divan, yadda saxlayın, bəli. Ağqoyunlu dövlətində baş vəzir sahibi divan adlanırdı. Növbəti sualımız. Əlmərdan bəy Topçubaşov, Əsədullah bəy Muradxanlı, Əbdürrəhim bəy Haqverdiyev, İsmail xan Ziyadxanlı, Məmməd Tağı Əliyev və s. Adları çəkilən bu görkəmli ziyalılar Azərbaycanı nə vaxt və harada təmsil ediblər? Vaxt getdi. Əlimərdan bəy Topçubaşov, Əsədullah bəy Muradxanlı, Əbdürrəhim bəy Haqverdiyev, İsmail xan Ziyadxanlı, Məmməd Tağı Əliyev. Bunlar, bu şəxsiyyətlər Azərbaycanı 1906-cı ildə keçirilən 1-ci Dövlət Dumasına, Rusiya 1-ci Dövlət Dumasına, Dövlət Dumasında təmsil ediblər. Təmsil ediblər, tamamilə doğrudur. Diqqət. Bu bazar Ərəb işğalları dövründə Bərdə şəhərində yerləşirdi. Cənubi Azərbaycandakı Gülsurə bazarı ilə rəqabət aparan bu məşhur bazar hansı idi? Vaxt getməsin, Kürkü bazarı. Vaxt getməsin, Kürkü bazarı. Tamamilə doğrudur. Beləliklə biz tarix və etnografiya mövzusunu da yekunlaşdırdıq. Buyur mövzu seçimi.
Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Sülhəddinlə oyunumuzu davam etdiririk. Rədif nədir? Vaxt getdi. Mən cahan mülkündə mütləq doğru halət görmədim. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Nə işkimin var, darıxmırsan? Sözün sonunda təkrarlanması, Misraların sözlərin təkrarlanması. Tamamilə doğrudur. Növbəti sualımız. Feili bağlama nəyə deyilir? Vaxt getdi. Vaxt getməsin, feilin və getməsin. zərfin xüsusiyyətlərini özündə əks etdirən feilin təsriflənməyən forması. Alqışlar, düzdür. Və sonuncu sualımız. Bu sualdan sonra sən artıq finalda olacaqsan. Əgər düzgün cavab versən, 2 köməyin hələ ehtiyatdadır. Vidadinin dostu, Şəki hakimi olan Hüseyn xan Müştağın faciəli ölümünə həsr etdiyi əsər hansıdır? Vaxt getdi. Darıxmırsan, 2 köməyin var. Kömək götürək də. Kömək götürürük. Kim kömək eləyə bilər? Buyur, gəl irəli zəhmət olması. Mən Fuad Məmmədov, Muğla Universiteti. Mənim fikrimdə bu müsibətnamədir. Belə bir variant səsləndirdi Fuad Muğla Universitetindən. Bunu qəbul etmək, etməmək artıq sənin ixtiyarındadır. Qəbul edirəm. Qəbul edirik. Və Fuada da buradan alqışlar Muğla Universiteti olduğu üçün. Və Sülhəddin finaldasan, təbrik edirəm. Bir köməyin ehtiyatda qaldı. Təbrik edirəm, finaldasan. Finalda beləcə uğurlu oyun arzulayıram. Alqışlarla yola salırıq. Sizlərlə sən növbəti seçim turuna başlayırıq. ...1865-ci ildə Siemens qardaşları tərəfindən mis əritmə zavodu hansı rayonumuzda inşa edilmişdir? Vaxt getdi. Beləliklə, Elmar Dadaşov. Məncə bu Gədəbəy rayonundur. Gədəbəy, tamamilə doğrudur, Gədəbəy. Elmar Dadaşov. Bilik yarışında, intellekt savaşında. Yolumuz Gədəbəydəndir. Gədəbəy Azərbaycanın çox gözəl, möhtəşəm qala rayonlarından biridir. Baxaq. Gədəbəyə kiçik qiyabi səyahət elədik. Şimdi tamaşaçılarımız sənin haqqında biraz məlumat alsın, buyur. Elmar Dadaşov, 22 yaş, Azərbaycan Texnik Universiteti Mühəndis Biznes və Menecment Fakültəsinin 4-cü kurs tələbəsi. 4-cü kurs. Uğurlar arzulayıram və keçən oyunda gözəl oyun nümayiş etdirmişdin. Şərtlərimizi bilirsən. 5 mövzuda 9 suala cavab verəcəksən. 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyin olacaq. Sonra da inşallah final. Buyur. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Elmarla oyunumuzu başlayırıq. Ağqoyunlular Oğuzların hansı boyuna mənsub idilər? Vaxt getdi. Bayandur. Bayandur xan yuxudan erkən oyanmışdı. Bəli, tamamilə doğrudur. Bayandur. Afərin. 1522-ci ildə Kəmaləddin Behzad hara rəis təyin edilib? Vaxt getdi. 1522-ci ildə Kəmaləddin Behzad
Kemalettin Behzad. Kemalettin Behzad arasında heç bir məlumatım yoxdur. Kömək götürmək istəyirəm. Kömək götürürük. Heç bir variant yoxdur. Nərmin xanım və bir neçə vaxt buyur seç. Kömək eləmək istəyənlər var, seç. Nəzərov Teymur, Assoya MBA Fakültəsi 1-ci kurs tələbəsi. Mənim fikrimcə bu Təbriz kitabxanası. Belə bir variant səsləndirdi. Təbriz kitabxanası. Qəbul edirəm, Təbriz kitabxanası. Qəbul edirik. Alqışlar hər ikinizə. Afərin. Çox sağ ol. Yadda saxlayırıq. Kemalettin Behzad. Deməli, Təbriz kitabxanasına təyin olunub. Reichstagın alınmasında göstərdiyi qəhrəmanlığa görə hansı Azərbaycanlı Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb? Vaxt getdi. Reichstagın alınmasına görə. Yəni, bu artıq gedib Berlinə çıxıb. Sovet İttifaqı qəhrəmanı adı alıb. Yusif Sadıqov. Yusif Sadıqov, tamamilə doğrudur. Beləliklə, mövzunu dəyişməliyik. Ümumi. Ümumi mövzu ilə biz Elmarla oyunumuzu davam etdiririk. Məhəmməd Füzulinin Məhəmməd Peyğəmbərə həsr etdiyi qəsidəsi hansıdır? Vaxt getdi. Su. Su. Bəli. Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən və gər güzgüdən umdum sidqi, əksi müddəa gördüm. Bu o qəzəldən deyil. Tamamilə doğrudur, su. Növbəti sualımız. Aratta sözünün mənası nədir? Aladağ. Tamamilə doğrudur. Üçüncü sualdayıq, diqqət. Orta əsrlərdə saray musiqi ifaçıları necə adlanırdı? Vaxt getdi. Müftülər. Köməkdən istifadə edirəm. Buyur. Buyurun, gəlin irəli. Gəlin. Fuad Məmmədov, mənim fikrimcə bu sazəndələrdir. Bax, belə bir Fuad, belə bir variant səsləndirdi. Xeyr, qəbul etmirəm. Qəbul etmirik və öz variantımız bir variant səsləndiririk. Variantım yoxdur. Variantım yoxdur. Düzgün cavab musikar. 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 Maraqlı oyunçunun keçən oyundan mənim yadımdasan. Uğurlar arzulayıram. Gerçək intellektualsan. Alqışlarla yola salırıq Elmarı. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Azərbaycanda ərazisinə görə ən böyük rayon hansı rayonumuzdur? Vaxt getdi. Hüseynli Xəyalə. Əgər səhv eləmirəmsə, bu Kəlbəcər olub. Ümumiyyətlə, mən deyim ki, keçən oyundan bəri siz heç bir səhv eləmirsiniz. Tamamilə doğrudur. Buyur. Hüseynli Xəyalə, yadımdasız, Bədən Tərbiyə və İdman Akademiyası atıcı. O həmişə onluğa düz deyir. Bu dəfə də düppədüz. Yolumuz Kəlbəcərədir. Və inşallah tezliklə Kəlbəcərdə olacaq. İndi tamaşaçılarımız səni daha yaxından tanısınlar. Mən Hüseynli Xəyaləm, 2011-ci il məzunuyam, Bakıdan anadan olmuşam və Bakıda yaşayıram və 87 nömrəli məktəb bitirmişəm və hal-hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-ci kurs tələbəsiyəm.
oyun növləri fakültəsində təhsil alıram və güllə atıcılığı idman növü ilə professional şəkildə məşğul oluram və həmçinin ixtisasımdır. Bu idman növündən nailiyyətlərim odur ki, Azərbaycan çempionu, Bakı çempionu, kuboklar üzrə və s. və idman ustalarına namizədəm. Ümid edirəm ki, buradan da yaxşı nəticələrlə gedib akademiyamızı bir daha qürurlandıraram. Biz də ümid edirik və arzuyuruq. Şərtlərimiz aydındır. Bu məqam üçün 5 mövzuda 9 suala cavab verəcəksiniz. 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyiniz olacaq. Dil və ədəbiyyat mövzusuna müraciət eləmək. Dil və ədəbiyyat mövzusu ilə biz Xəyalə xanımla oyunumuzu başlayırıq. Məntiqi vurğu. Məntiqi vurğu nədir? Vaxt getdi. Məsələn, tutaq ki, mən deyirəm ki, Xəyalə xanım ölkə çempionudur. Bir də deyirəm ki, Xəyalə xanım ölkə çempionudur. Sözün sözdən qüvvətli deyilməsinə məntiqi vurğu. Məntiqi vurğu deyilir, tamamilə doğrudur. Düzdür. Diqqət. Hekayə janrının gözlənilməz nəticə ilə bitən növü necə adlanır? Vaxt getdi. Kəmərdən istifadə eləmək istəyirəm məcburən. Kimdən? Xanım. Xanım. Zəhmət olmasın. Nərmin xanımdır o. Ərəbli Nərmin, Azərbaycan müəllimi enstitüsü 2-ci kurs, novella. Ərəbli Nərmin, novella deyir. Bunu qəbul etmək, xoşuma gələcək. Qəbul edirik. Bəli edirəm. Alqışlar, tamamilə doğrudur. Hər ikiniz alqışlar. Nərmin xanıma da, Xəyalə xanıma da. Bəli, novella. Diqqət. Əbdürrəhim bəy Haqverdiyevin 1907-ci ildə Azərbaycanın parçalanmasından doğan fəlakətləri və bütövlük uğrunda mübarizənin çətinliklərini əks etdirən faciəsi hansıdır? Vaxt getdi. Yəni bu Əbdürrəhim bəy Haqverdiyevin elə yeganə faciəsidir, faciə əsəridir. Və o zaman qadın aktrisalar olmadığına görə Haqverdiyev bu əsərində qadın obrazı yazmıyor. İkinci kəməyə mən müraciət eləmək istəyirəm. Aha, buyur. Və o xanım. Nərmin xanım. Ərəbli Nərmin, Azərbaycan müəllimi enstitüsü 2-ci kurs, Ağa Məhəmməd Şahqacar. Belə bir variant səsləndirdi. Bəli, qəbul edirəm. Qəbul edirik və yenə hər ikiniz alqışlar. Tamamilə doğrudur. Biz dil və ədəbiyyat mövzusunu yekunlaşdırdıq. Ümumini seçmək istəyirəm. Ümumi mövzu. Ümumi mövzu ilə biz Xəyalə xanımla oyunumuzu davam etdiririk. Çar 2. Nikolay məhz bu Azərbaycan milyonçusunu neftin kralı adlandırmışdı. Vaxt getdi. Yəni bu milyonçu çox böyük işlər görüb, amma nə üçünsə xalq içində xəsisliyi ilə məşhurdur. Xəsislik. Musa Nağıyev variantını Musa Nağıyev deyirsiniz. Bəli, tamamilə doğrudur Musa Nağıyev. Diqqət. İrəvandakı Sərdar Sarayının divar rəsmlərinin müəllifi hansı görkəmli Azərbaycan rəssamıdır? Vaxt getdi. Heç bir variantım yoxdur, çox təəssüf ki. Bu da gözəl bir variantdır, gözəl bir cavabdır. Yəni cavab yoxdur, təmiz özü boynuna aldı dedi və onsuz da doğrudan çox maraqlı oyunçuydu, maraqlı oynadım. Biz keçən oyundan da xatırımızdadır. Gerçək intellektualsan. Düzgün cavab isə Mirzə Qədim İrəvani. Mirzə Qədim İrəvani. Eyb yoxdur. Eyb yoxdur, Xəyalə xanım əsas idmanımızda böyük uğurlar arzulayır və bunlar olacaq. Alqışlarla yola saldı Xəyalə xanımı.
Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Ədəbiyyatda gözəllik simvolu hesab edilən quşun adı ilə eyni olan rayonumuz hansı rayonumuzdur? Vaxt getdi. Beləliklə, Heydər. Buyur Heydər. Mənim fikrimcə 100% bu Tovuz rayonundur. 100% Tovuzdur. 100% yox, sənin fikrincədir. Elə mənim fikrimcə də 100% Tovuz rayonundur. Tovuz tamamilə doğrudur. Heydər bilik yarışında, intellekt savaşında. Belə Heydər, yolumuz Tovuzdandır. Tovuz bizim Azərbaycanın ən sevimli, ən belə təbiəti gözəl, insanları gözəl bölgələrimizdən biridir. Qərb bölgəsinin incilərindən biridir. Baxaq, görək Tovuzda nə kimi yeniliklər var. Belə, indi tamaşaçılarımız səni daha yaxından tanısınlar. Mən Əliyev Heydər, 1993-cü ildə Gəncə şəhərindən anadan olmuşam. 2000-ci ildə orta təhsilimi başlamışam 20 sayda orta məktəbdə, bu Mirzə Abbas Abbaszadə adındadır. Ali təhsilə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar İqtisadiyyat Fakültəsi Dünya İqtisadiyyatı ixtisasında təhsil alıram hal-hazırda. Çox gözəl Heydər, sənə uğurlar arzulayırıq bütün başlanğıclarında, bütün təşəbbüslərində. Buyur, mövzu seçimi. Coğrafiya. Coğrafiya mövzusu ilə biz Heydərlə oyunumuzu başlayırıq. Mil və Muğan düzlərini hansı çay ayırır? Vaxt getdi. Mil və Muğan. Vaxt dayansın. Mənim fikrimcə bu Araz çayıdır. Araz çayı, tamamilə doğrudur. Araz, Araz, Xan Araz, Xan Araz, Sultan Araz. Yarın əlindən getsin, sən də mən tək yan Araz. Diqqət! Muradxanlı və Mollakənd neft yataqlarının yerləşdiyi iqtisadi coğrafi rayon hansıdır? Vaxt getdi. Yəni, iqtisadi coğrafi rayon deyəndə bilirsən də böyük bir ərazidən söhbət gedir. Mənim fikrimcə bu Aran iqtisadi coğrafi rayon. Vaxt yansın? Bəli, mənim fikrimcə bu Aran iqtisadi coğrafi rayon. Aran, tamamilə doğrudur. Coğrafiya mövzusunda üçüncü, sonuncu sualımız. Yüksəkliyi 2915 metr olan aşırım hansıdır? Vaxt getdi. Vaxt dayansın. Vaxt dayansın. Bu, mənim fikrimdə Salavat aşırımıdır. Tamamilə doğrudur, Salavat aşırımı. Heydər, mövzunu dəyişməliyik, buyur. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Heydərlə məmnuniyyətlə oyunumuzu davam etdiririk. Girdiman dövlətinin əsasını hansı sülalə qoyub? Vaxt dayansın, bu Mehranilər sülaləsidir. Mehranilər, düzdür. Tamamilə düzdür. Diqqət. 1889-cu ildə Bakıda hansı nəqliyyat növü istifadəyə verilir? Vaxt dayansın, Konka. Konka, alqışlar. Alqışlar idi. Aferin. Diqqət, sonuncu sualımız. Tarix və etnografiya mövzusunda. Kəndlilərdən, otlaqlardan istifadəyə görə yığılan çöpbaşı vergisi hansı sərəncam əsasında toplanırdı? Vaxt getdi. Yəni, söhbət 19-cu əsrin birinci yarısına kimi o verilən fərmanlardan gedir. Kəndli əsasnaməsi idi. Səhv eləmirəmsə. Kəndli əsasnamələri, bəli, 1847-ci ildə Çar hökuməti tərəfindən verilən kəndli əsasnamələri. Tamamilə doğrudur.
Və biz mövzunu dəyişməliyik. Heydər hələ 2 köməyimiz də ehtiyatdadır. Dil ədəbiyyatı götürək. Dil və ədəbiyyat. Bəli. Dil və ədəbiyyat mövzusu ilə biz Heydərlə oyunumuzu davam etdiririk. Bəzən əsərlərin əvvəlində hikmətli fikir ifadə edən cümlə və ya şeir parçası verilir. Həmin cümlə və ya şeir parçası necə adlanır? Vaxt getdi. Məşhur Qurbanəli bəy hekayəsində Mircəlli yazır, Allah sənə rəhmət eləsin, Gogol. Yəni o Gogolun əsərindən təsirlənib yazılır. Köməkdən istifadə edirəm. Köməkdən istifadə edək bu yerdə. Bəli, kim kömək edəcək? Ərəbli Nərmin, Azərbaycan müəllimləri üstü 2-ci kurs, epiqraf. Epiqraf. Bəli. Bax, belə bir fikir səsləndirdi Ərəbli Nərmin. Razılaşmaq ya razılaşmamaq sənin ixtiyarındadır. Bəli, razılaşmaq. Alqışlar tamamilə doğrudur hər ikinizə. Növbəti sualımız dil və ədəbiyyat mövzusunda. Yusif Vəzir Çəmənzəminlinin 1905-ci ildə qələmə aldığı Bir Cavanın Dəftəri gündəliyi ədəbiyyat şünaslığımızda necə tanınır? Vaxt getdi. Yəni, belə bir janr var, bilirsiniz də, dəftər, gündəlik kimi. Bu, ədəbiyyatda bu janrda nə deyirlər? Köməkdən istifadə eləmək istəyirəm, oradakı xanımı müraciət edirəm. Buyurun, Nərmin xanım. Ərəbli Nərmin, Azərbaycan müəllimləri üstü 2-ci kurs, memuar ədəbiyyatı da deyirlər, bir də xatiratım da ola bilər, xatirə ədəbiyyatı. Xatirə ədəbiyyatı deyirsiniz, belə bir variant. Belə bir variant səsləndirdi, xatirə ədəbiyyatı. Qəbul etmək, etməmək sənin ixtiyarında. Qəbul edirik və alqışlar, alqışlar. Diqqət. İlyas Əfəndiyevin Xurşud Banu Natavan, Şeyx Xiyabani, Mahnı dağlarda qaldı və Hökümdar qızı piyesləri hansı mövzudadır? Vaxt getdi. Vaxt dayansın. Vaxt dayansın. Bu tarix mövzusundadır. Tarixi mövzuda. Tamamilə doğrudur. Tarixi mövzuda. Beləliklə, Heydər, təbrik edirəm, artıq finaldasan və finalda beləcə səlis, beləcə gözəl və maraqlı oyun nümayiş etdirməyi arzulayıram. Uğurlar finalda. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Avar çəkmə üzrə yarışlar məhz bu şəhərdə keçirilir. Bu hansı şəhərimizdir? Vaxt getdi. Yosif Abramov. Buyur Yosif. Bu Mingəçevir şəhəridir. Mingəçevir tamamilə doğrudur. Yosif Abramov. Yosif Abramov bilik yarışında, intellekt savaşında. Uğurlar. Yosif Mingəçevir də bizim ən belə həmişə səliqəli, abad və xoş görünən şəhərlərimizdən biridir. Baxaq, nə kimi yeniliklər var. Yosif, sən bizim yadımızdasan, keçən oyundan gözəl, maraqlı oyun oynamışdın və bugün istəyirik tamaşaçıların yaddaşı təzələnsin. Bir də özün haqqında məlumat ver, buyur. Mən Abramov Yosif, 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. Bakı şəhər Nərimanov rayon 47 saylı orta məktəbi bitirmişəm. Hal-hazırda isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsində 2-ci kurs tələbəsiyəm. 2-ci kurs tələbəsi. Belə. Şərtlərimiz aydındır. 5 mövzumuz var. 9 suala cavab verəcəksən. 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyin olacaq. İlk mövzumuz coğrafiya olsun. Coğrafiya olsun. Coğrafiya mövzusu ilə biz Yosiflə oyunumuzu başlayırıq. Coğaz. Coğaz su ambarı hansı rayonda yerləşir? Vaxt getdi.
Qazax. Qazax rayonu. Doğrudur, Qazax. Bəli. Növbəti sualımız coğrafiya mövzusunda. Respublikamızda hansı tütün növləri əkilir? Vaxt getdi. Meşə. Növlərdən birini 100% bilirəm. Bu Samsun növüdür. Digər, ümumiyyətlə Azərbaycan ərazisində Zaqatalada, şimal bölgəsində əkilir, bir də Ordubadda əkilir. Tütünün növlərindən söhbət. Harda əkilir? Növlərindən isə Samsun, Trabzon, Samsun, Trabzon və iti yarpaq növlər. Tamamilə doğrudur, düzdür. Beləliklə, coğrafiya mövzusunda 3-cü və sonuncu sualımız. Respublikamızda ən yüksəkdə yerləşən yaşayış məntəqələri hansılardır? Yuxarı Bağırsaq var, Lahıc var, Xınalıq var. Alqışlar, Xınalıq, bəli. Kəlbəzərdə yuxarı Bağırsaq kəndi 2330 metr və Qubada Xınalıq kəndi 2220 metr. Və biz mövzunu dəyişməliyik, Yosif, buyur. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Yosiflə oyunumuzu davam etdiririk. Eramızdan əvvəl 7-ci əsrdə Avestanın tərtib edilməsi hansı mədəniyyətə aiddir? Vaxt getdi. Avestanın tərtib edilməsi. Midiya mədəniyyətinə aiddir. Tamamilə doğrudur, bəli. Tarix və etnografiya mövzusunda növbəti 2-ci sualımız. Qara Yusifin rəhbərliyi ilə Qaraqoyunlu dövlətinin yaradılması neçənci ilə təsadüf edir? Vaxt getdi. Yəni 15-ci əsrin əvvəlləri. Qara Yusifin rəhbərliyi ilə Qaraqoyunlu dövlətinin yaradılması neçənci ilə təsadüf edir? İki köməyim var elə, darıqmısın. 2 köməyim var. 1410. 1410. Bəli, 1410. 1410-cu il, tamamilə doğrudur. Aferin, bravo. Diqqət. 1943-cü ildə Berlində yaradılan mühacir Azərbaycan parlamenti və hökumətinə kim rəhbərlik edirdi? Vaxt getdi. Maraqlı soyadı var və məşhur soyadı. Yəni mühacirət yerində birinci onun soyadı gəlir göz qabağına. Köməkdən istifadə edirəm. Köməkdən istifadə edirik. Kim kömək edir? Seç. Arxadan. Buyurun, gəlin irəli. Azərbaycan Texniki Universiteti, Şükürlü Toğrul. Şükürlü Toğrul. Bəli. Buyur. Fikrimcə Fətəlbəli düzəldiyiniz olmalıdır. Qəbul etmək, etməmək sənin ixtiyarında. Qəbul edirik və alqışlar hər ikinizə, bəli. Fətəlibəyli Düdənlinski. Biz mövzunu dəyişməliyik, Yosif. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Yosiflə oyunumuzu davam etdiririk. Kitab-ı Dədə Qorqud, Koroğlu və Qaçaq Nəbi dastanları dastanın hansı növünə aiddir? Vaxt getdi. Qəhrəmanlıq dastanları. Qəhrəmanlıq. Bəli. Doğrudur, tamamilə doğrudur, bəli. Növbəti sualımız. Ədəbiyyatşünaslığın 3 sahəsi var. Bunlar hansılardır? Vaxt getdi.
Köməkdən istifadə edir. Və buyur, bax, seç. Hamıya kömək eləyir, yəqin mənə də uğurlu olar. Nərmin xanım, buyur. Ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid. Belə bir variant səsləndirdi Nərmin xanım. Həmişə düzgün cavab verən Nərmin xanım bu dəfə nə üçünsə ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid dedi. Bunu qəbul etmək, etməmək sənin ixtiyarındadır. Qəbul edirəm. Qəbul edirik və alqışlar tamamilə doğrudur. Biz artıq sonuncu sualdayıq. Diqqət. Görkəmli bəstəkar Üzeyir Hacıbəyovun jurnalistlik fəaliyyəti Həyat və İrşad qəzetləri ilə bağlı olub. Bu qəzetlərdə oradan-buradan başlığı altında satirik felyetonlar dərc etdirirdi. Bəs dahi bəstəkarımız həmin felyetonları hansı imza ilə yazırdı? Vaxt getdi. Yəni, təbii özünü naməlum saxlamaq üçün o vaxt ləqəblə yazırdılar. Bu hansı təxəllüslə yazılır? Məncə filan kəs. Filan kəs. Filan kəs. Filan kəs imzası ilə dedi Yosif. Amma mən oyunun əvvəlində demişdim, təxmini, təsadüfi, intuitiv cavablar verməyin. Təəssüf demirəm, alqışlar deyirəm Yosif! Yosif finalda. Təbrik edirəm. Finaldasan və finalda da uğurlar arzulayıram. Uğur olsun. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Bu şəhərin mərkəzi parkında həmin eldə doğulan şöhrətli Azərbaycan ədiblərinin büstləri qoyulmuşdur. Bu hansı şəhərdir? Vaxt getdi. Mehdiyev Həmid. Məncə bu Qazax rayonu. Qazax, tamamilə doğrudur. Qazax, bəli. Yolumuz Qazaxdandır, böyük sərkərdələr, böyük dahilər vətəni. Baxaq. Belə, Həmid, buyur indi tamaşaçılar, bir də səni yaxından tanısınlar. Mən Mehdiyev Həmid, 1994-cü ildə Mingəçevir şəhərində anadan olmuşam. 2011-ci il Milli Aviasiya Akademiyasına İqtisadiyyat və Hüquq Fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olmuşam və hal-hazırda təhsilimi birinci kursda davam etdirəm orada və inşallah da qalib olmaq üçün özüm sınıyıram. İnşallah biz də bunu arzulayırıq və uğurlar arzulayırıq sənə, Həmid. Şərtlərimiz aydındır, 5 mövzu, 9 sual, 2 köməyin olacaq, 3 sualdan bir mövzunu dəyişməliyik. Buyur. Dil və ədəbiyyatdan başlamaq istəyirəm. Dil və ədəbiyyat mövzusu ilə biz Həmidlə oyunumuzu başlayırıq. Ahəng tarazlığı, vurğu və intonasiya ilə düzələn şeir necə adlanır? Vaxt getdi. Sərbəst şeir. Bəli, sərbəst şeirlər tamamilə doğrudur. Növbəti sualımız. Nağıllarda və ya mənzum əsərlərdə hər hansı mücərrəd bir anlayışın konkret bir predmet üzərinə köçürülməsi necə adlanır? Vaxt getdi. Sənən ədəbiyyatda belə var, Füzulidə məsələn belə əsər var. Cəlil Məmmədquluzadədə var. Allegorik əsərlər. Allegorik əsərlər. Tamamilə doğrudur, allegorik əsərlər.
Diqqət. Məktəbi Təbiyyə adlı yeni tipli məktəbdə təhsil alarkən Gülçin təxəllüsü ilə şeir yazan ədibimiz kimdir? Vaxt getməsin. Vaxt getməsin. Buyur. Hüseyn Cavid. Hüseyn Cavid, aferin, alqışlar bu cavaba. Hüseyn Cavid, bəli. Beləliklə biz mövzunu dəyişməliyik. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Həmidlə oyunumuzu davam etdiririk. ...1853-cü ildə Kazan Universitetinin Şərqşünaslıq Fakültəsinin dekanı seçilən Azərbaycanlı alim kim olub? Vaxt getməsin Mirzə Kazım bəy. Alqışlar. Diqqət. 19-cu əsrin ikinci yarısında Azərbaycanda ədəbi dillə xalq danışıq dilinin yaxınlaşmasında ən mühüm rolü nə oynamışdır? Vaxt getdi. ...19-cu əsrin ikinci yarısı. Mətbuatın yaranması. Milli mətbuatın, Azərbaycanın milli mətbuatının yaranması. Belə. 402 və 416-cı Azərbaycan Milli Atıcı Diviziyaları nə vaxt yaradılmışdır? İkinci Dünya Müharibəsi. Dəqiq, İkinci Dünya Müharibəsi. Vaxt getməsi deyirsən. Xeyr, İkinci Dünya Tamamilə doğrudur, bəli. İkinci Dünya Müharibəsi. Beləliklə biz tarix və etnografiya mövzusunu yekunlaşdırdıq. Ümumi mövzunu götürmək istəyirəm. Ümumi mövzu. Ümumi mövzu ilə biz Həmidlə oyunumuzu davam etdiririk. Qədimdə dairə, dövrə vurub müxtəlif oyunlar oynayırmışlar. Bəzən də deyirlərmiş ki, gəlin nə quraq, bax bu. Vaxt getdi. İki mühüm var. Dairə, dövrə vurub oyunlar oynayır. Köməkdən istifadə eləmək istəyirəm. Buyur. Mən Yusuf Özbəkistan Azərbaycan Texnik Universiteti MBA fakültəsi, mənim fikrimcə halqadır. Belə bir variant səsləndirdi, halqa. Bunu qəbul etmək, yetməmək sənin ixtiyarındır. Gəlin, qəbul eləmirik. Qəbul etmirik. Aha. Buyur, əyləş minnətlərimizi bildiririk. Bu halay çəkməklə bağlı. Bir köməyin də var, öz variantın varsa səsləndir. Halay çəkmək. Halay. Bən. Halay qurmaq. Bən. Halay, bəli. Halay qurmaq. Ümumi mövzuda ikinci sualımız. Naxçıvan Muxtar Respublikasının Ədəbiyyat Muzeyi kimin adını daşıyır? Cəlil Məmmədquluzadə fikrini. Dedik? Bən. Təsdiqlədik? Tamamilə doğrudur, Cəlil Məmmədquluzadə. Beləliklə bir köməyimiz hələ var və biz sonuncu sualdayıq. Şərqdə sistemçilik məktəbinin əsasını kim qoyub? Vaxt getdi. Buyur. Məncə bu Səfiyyəddin Urməvidir. Səfiyyəddin Urməvi. Və bu cavab səni finala daşıdı. Finaldasan. Səfiyyəddin Urməvi. Təbrik edirəm. Finaldasan və finalda uğurlar arzulayıram. Finalda uğurlar arzulayıram. Finalda daha cəsarətli, daha səlis oyun arzulayıram. Buyur. Beləliklə biz sizlərlə gəlib artıq oyunun finalına çatdıq. Finalda 4 oyuncumuz var. Sizin hər birinizə uğurlar arzulayıram finalda. Final. Əliyev Heydər. Azərbaycan Dövlət Aqrar Universiteti. Mehdiyev Həmid. Milli Aviasiya Akademiyası. Ələsov Sülhəddin.
Azərbaycan Dövlət Neft Akademiyası və Yosif Abramov. Azərbaycan Dövlət İqtisad Universiteti. Hər birinizə uğurlar arzulayıram. Və diqqət, belə bir sual. Final sualı belədir. O, 25 noyabr 1918-ci ildə Bakı şəhərinin Pirşağı qəsəbəsində doğulmuşdur. İkinci Dünya müharibəsi başlayanda Baltik donanmasının hərbi hava qüvvələrində, Tallində, sonra isə Leningradda xidmət etmişdir. O, Leningradın 900 günlük mühasirəsində düşmən təyyarələri ilə döyüşə girmiş, şücaət göstərərək ölümcül yaralanmasına baxmayaraq təyyarəni yerə endirə bilmişdi. Aldığı çox saylı mərmi yaralarından 22 yaşında qəhrəmancasına həlak olmuşdur. Korney Çukovskinin Baltik səması romanında Ketlinskayanın İradə hekayəsində onun qəhrəmanlığından bəhs edilmişdir. Bu qəhrəman Azərbaycanlı təyyarəçi kimdir? Vaxt getdi. Həmid Mehdiyev düymədə qabaqlayıb, hamını indi görək düzgün cavabı bilirmi? Bu Hüseyin Bala Əliyevdir. Beləliklə, Həmid Hüseyin Bala Əliyev dedi. Heydər, variantın var sənin başqa, yoxsa həmin variantından razı? Həmin variantdır. Sülhəddin, həmin, Yosif də həmin variantdır. Əgər hamı Həmidin fikrini dəstəkləyirsə, biz də deyirik, bəli, Azərbaycanın tanınmış şairi Məmməd Rahim də Leningrad Göyləri adlı poemasında Azərbaycanlı Hüseyin Bala Əliyevdən söhbət gedirdi. Təbrik edirəm ürəkdən. Və mən Azərbaycanlıyam intellektual oyunun qalibi Fəxri Fərman artıq sənindir. Bu kompüter artıq sənindir. Və hər biriniz qalibsiz, hər biriniz qalib olmağa layiqdiniz. Hər biriniz çox gözəl oynadınız, gözəl intellektuallardınız. Universitetlər arası yarışmasına doğrudan hər biriniz öz universitetinizi layiqincə təmsil etdiniz. Uğurlar arzulayıram həyatda, bütün işlərində, bütün başlanğıclarında. Eləcə də bütün hər bir oyuncuya minnətdarlığımı bildirəm, finalçıya və oyunda iştirak edən hər birinizə dərin minnətdarlığımı bildirəm. Gözəl oynadınız və gözəl, yüksək intellekt nümayiş etdirdiniz hər biriniz. Universitetlər arası yarış birinci onluğun qalibi. Buyur. Birinci dəvədən və nisbətən bugün çox həyəcanlıyam. Yəni, ilk öncə keçən dəfə dediyim kimi, başda Gənclər və İdman Naziri və AZTV teleradio şirkətləri olmaqla həmçinin sizə dərin minnətdarlığım, təşəkkürlərimi çatdırıram və buradan bütün məni tanıyanlara, mənə televiziya qarşısına və burada dəstək olan dostlarıma minnətdarlığımı bildirirəm, dərin təşəkkürlərimi bildirirəm, çox sağ olsunlar, var olsunlar və məni bugünə qədər boya-başa çatdırıb yetirən valideynlərimə, atama, anama buradan salamlarımı çatdırıram və mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Ay, bravo. Sağ ol Həmid. Həmid Mehdiyev, bugünkü oyunumuzun qalibi. Uğurlar olsun. Uğurlar olsun və bütün, siz hər biriniz qalibsiniz. Sizin hər birinizi qalib sayırıq və bir də alqışlarla yola salırıq qalibimizi. Uğurlar, uğurlar sizin hər birinizə uğurlar arzulayırıq və nə gözəl, çox gözəl oynadınız və var olsun Azərbaycan gəncliyi.